Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, dostum bugün mənə bu saytı göndərib aniemboxing.com. Yəni bura pul yatıracağını və kripto ilə necə pul depozit qoymağın yollarını təbii ki öyrənmək istəyirdi. Buna əlbəttə ki saytı göndər mənə yoxlayım dedim, görüm onun nə sistemdir dedim və qarşıma belə bir piramida sistemi çıxdı. Təbii ki bunu artıq biz kriptovalyuta işi ilə məşğul olsaq belə, amma bütün piramidaları tanıyırıq və bu skriptin $70 olduğunu da bilirəm. Gördüyünüz kimi tipik piramida saytıdır. Bundan qabaq bildiyiniz kimi Instapower var idi və ya Nordstrom var idi. Adlarını saymadığımız bir çox piramida sistemi, hətta Nordstromun buna bənzərliyi, yəni %100'dür. Buna bənzəyən piramidalarla bizim qarşımıza çıxmışdılar. Burada artıq bunlar, yəni mağaza mağazalarının elektron malların məhsulları satdıqlarını deyirlər. İlk öncə bunu deyim ki, yoldaşlar, baxın burada gördüyünüz bütün məhsullar ya Temuya ya bir marketə aiddir. Yəni bunların əllərində, yəni bu mallar yoxdur. Sadəcə olaraq istifadəçi buradan mal sifariş verdiyində, məsəl üçün deyək ki, bu laptop almaq istəyir, bu notebook almaq istəyir. Bunu sifariş verdikdə sistem hələ ki özünü güvənilir göstərsin deyə sənin ad, soyad, poçt kodunu, ev ünvanını falan götürür, heç nə. Temu üzərindən həmin bu malı sifariş verir və sənin ünvanına göndərir. Məsəl üçün Temu deyirəm, bu fərqli bir market də ola bilər və yaxud digər böyük mağaza şəbəkələri də ola bilər ki, yəni bu şəkildə sizlərə bu malları göndərirlər hələ ki. Sistem tipik dediyim kimi piramida sistemidir. Bura manat və ya dollar yatırırsan, bu manat və dolların qarşılığında heç nə etmədən bir ayda, 10 gündə, 5 gündə qoyduğun pulun ən azı 2 qatını, 3 qatını güya ki götürürsən. Hələ ki reallıq budur ki, götürənlər var. Piramida sistemi çünki yoldaşlar, baxın bu şəkildə işləyir. İlk öncə sistemə yeni insanlar gəlir. Birinci addım. Deyək ki, yeni insanlar qoşuldu. Nə qədər deyək? 100 nəfər. Növbəti 100, bu qoşulan 100 nəfər növbəti 100 nəfəri dəvət edir. Baxın bura. O 100 nəfər artıq köhnə 100 nəfərə pul ödəyir. Ondan sonra gələn 100 nəfər zəncirvari böyüdükcə, yəni sistemə hər yeni iştirakçı, yatırımçı gəldikcə aşağıda ilk öncə qeyd olan profillər, insanlar pul qazanır bunların üzərindən və təbii ki bunlarda yeni insanlar, yeni yemlər alıb bu sistemə daxil etməyə çalışırlar və sistem bu şəkildə bir döngü yaşayır piramida, başa düşdünüz. Yeni insanlar daima köhnələrə pul ödəyir, yenilər təkrardan yeni insanlar gətirir, sistemdə referallarını çoxaldır və siz buna depozit edirsiniz. Depozit etdikdən müəyyən gün sonra, məsəl üçün belə deyək, 10 gün, 1 ay, 2 ay sistemin, bu sistem ümumiyyətlə yoldaşlar, bunda deyim ki, saatlı bir bombadır. Hər an hansı dəqiqədə partlayacağı qətiyyən bilinmir. Başa düşdünüz? Yəni siz pul qoyduqdan sonra 5 dəqiqə sonra da bu sistem bağlana bilər və ya 5 gün sonra da bağlana bilər. Hələ ki müəyyən miqdarda insanları içəri yığmağa çalışırlar. Baxın burada gördüyünüz kimi nə qədər bir 10 nəfərdən çox insan görürük. Bax bunlar indi reallığı gəlin danışaq. Bunlar nə bilir ki internetdən pul qazanmaq nədir? Yəni internetdə belə bir şey mi var? Pul qoy, məsəl üçün hər ay pul götür, faiz qazan. Belə bir şey yoxdur. Biz kripto ilə məşğuluq və inanın ki illərdir düşürük, qalxırıq. Yəni buradan qazancı necə də əldə etdiyimizi, yəni bir Allah, bir də ki izləyicilərimiz bilir. Yəni sizin gördüyünüz rahat şəkildə qazanc yoxdur dostlarım. Başa düşdünüz? Buradakı adamlarda nədir? 300, 400, 500 manata alınan insanlardır. Yəni düşünün ki, Azərbaycanda bir insan ortalama nə qədər? Yəni kasıb təbəqəli lap insanlardan danışsaq 300, 400, 500 manat civarında pullar qazanırlar. Baxın bu insanları yığırlar ki, gəlin sizə 300, 400 manat verəcəyik. Bax bu nə bilir? Bax bu xala, yəni nə bilir bu internetdən yatırım eləyib pul qazanmaq nədir? Yəni görürsünüz də özünüz. Yəni bu yetimin nəyin bura gətiriblər? Heç nə 200-300 manat veriblər. Dur burada bir dənə şəkilini çəkək.
Başa düşdünüz? Güya bu insanlar internetdən pul qazanır. Başa düşdünüz? Sizə bunu bu şəkildə markalayıb, tirajlayıb göstərirlər və təəssüflər olsun ki, sizlər də, yəni inanmıram Kripto Azərbaycandan bu arada buna inananlar olsun. Ümumiyyətlə, yəni Azərbaycanın baxın vəziyyəti bu gündədir. Bu ağsaqqala baxın, buna baxın. Bunlar vallahi billahi, yəni internetin heç bəlkə də iyisini bilmirlər. Başa düşdünüz? Yəni bax yetimə, qocalar, ən çoxu qocalar, heç nə. Cəlb olunanların bir çoxu təbii ki, yaşlı insanlardan ibarətdir. Yəni bunlar da 200-300 manat yəqin dərman puluna falan ona görə razılaşırlar. Yoxsa bunun başqa bir adı yoxdur. Yəni bu dostlarım, özünüzü bəziləri, indi bu sistemin tərəfdarları, rəylərdə özünüzü cırmayın. Biz bilirik ki, siz bu sistemin adamlarsınız və inanın ki, sizin yazdığınız heç bir rəyə biz cavab verməyəcəyik. Çünki biz milyon ədəd, baxın, bu skriptdə, bu skriptin cəmi dəyəri $70. 70 dollarlıq bu skripti milyon dəfə görmüşük ki, piramida saytları bu skriptlərdən istifadə edirlər və burada bu yetim yüsürü qazandılar. Baxın, bunlar qazandı, siz də qoşulun, qazanın. Yəni deməklə bu insanları necə deyim, aldatmayın. Bax, yetimə bax, qocadır. Vallahi billahi 200-300 manata bu, yəni bu bilmir də, heç bu sistemi açıb girə bilməz. Bu nə bilir ki, bu pul qazanmaq nədir? Yəni piramidadır uşaqlar, başa düşdünüz? Uzaq durun, konkret olaraq uzaq durun, yatırım etməyin, heç kimə məsləhət görməyin. Çünki bunu kimələrəsə məsləhət görənlər ən yaxın zamanda onsuz da ki, məsuliyyətə cəlb olunacaqlar. Bunu %100 deyin biləsiz və çalışdığınız və bacardığınız qədər bu tərz sistemlərdən uzaq durun və başqa insanların da qoşulmağına daima əngəl olun ki, yazıqdılar, pullarını itirməsinlər. Belə, dostlarım, videomuz bu qədər idi. Videonu bəyənərək siz də Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz. Sağ olun, hələlik.